Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyası. Bircəciyim, İlyas Əfəndiyevin Sarı Köynək və Valihin nağlı romanının motivləri əsasında. Senar müəllifi Yuri Çilyukin, quruluşu rejissor Ənvər Əbluç, quruluşu operator Kənan Məmmədov, quruluşu rəssam Fikrət Əhədov, bəstəkar Mobil Babayev, səs operatoru Akif Nuriyev, Deyəsən şeflərin gəldi. Elədir ki var. Özü də maşallah. Əladır. Şeflik böyük şeydir. Eğer ağılla şeflik eləsən, əməlli başlı iş görmək olar. Bu prinsipi həyat özünə əsas götür. Ata, mən həmişə demişəm ki, sən böyük adamsın. Hey Vali. Az qalmışdı, başımı Ha, parçaladım. gör kimi görürəm. Biraz tez gələ bilməzdi. Ümidvaram ki, qonaqpərvər ev sahibləri bizi stola dəvət eləyəcəklər. O yenə acdı. Ki, inkişafda olan orqanizmdir. Oo, şahzadəmiz. Sakit, bizi qarşılayın. Axır ki gelip çıktınız, dedim daha gelmezsiz. Hoş gelmişsiniz. Salam. Salam. Cemal bizim brigadirimiz. Çok şadam, Məcidov, Savkozun direktörü. Hə, Rəşid. Çok şadam, Eldar. çok şadam. Zeynal. Oo, qara saqqal. Sərvər. Çok şadam. Vali. Məcidov, Savkozun direktörü. Sarı köynək. Oh, sarı köynək. Trestimizin ən yaxşı kramçısıdır. Təkcə trestimizin, yox, respublikamızın. Biraz da yuxarıdan götür, bütün ölkənindir. Bütün ölkəni. Salam. Tanış olun, mənim oğlumdur. Rövşən. Özünüz oxşayır. Siz en yüksek ihtisaslı inşaatçılarsınız. Dünyada en yaxşıları. Biz bunu nəzərə alırıq. Sözsüz ki, mən sizi saraylarda yerləşdirə bilməyəm. Eybi yox. Ama yeme içmeyiniz necə lazım da olacaq. Ne kadar isteseniz bir meyve yiyebilirsiniz. Onu da diyeyim ki, yoldaş brigadir. Yaxşı işe göre bizde hətta şeflere bile mükafat düşüyor. Bence siz onu alacaksınız, ha? Bu nasıl ola bilməz? 2. Ura! Yaxşı, şələkürənizi götürün, gedək sizi yerləşdirin. Aydındır. Gedək. Ata, Ha? 1-2 gün yanında qalacağım. Bəs universitetdə nə deyəcəksən? Nə bilim, söz taparım. Musa, Bəli. bir bax, yanına gözəl görkək bir qız getirmişəm. Adı Sarı Köynəkdir, istəyirəm sizdə qalsın. Hə, məmnuniyyətlə. Doğma qızın kimi bax ona. Hə, burada onun üçün pis keçməz. Hə, gəl qızım, gəl içəri. Geç içəri qızım, xoş gəlmisən. Bax, o evdə isə brigadiri yerləşdirərik. Yaxşı olar ki, ora valihi göndərək. Necə istəyirsiniz? Yaxşı, gedək. Şəkillər nə vaxt hazır olacaq? Ömrümdə ilk dəfədir kəlimə fotoaparat almışam. Ola bilməz. Elə bugün almışam. Ən bahalısıdır. Yalan demə.
Aho, hə uşaqlar, qəliz məsələdir. Ne olub burada brigadir? Gəl bax da, hə bu uşaq arabasını ancaq saxlayar. Özü də içində uşaq olmasa. İşe düştüydü. Belki köhnə yolla gedək. Nə danışırsan? Buradan keçmək olar? Birdən yağış bazar ertəsinə kimi kəsmədi. Selə qarşı getmək olmaz. Nəysə getdik. Gedək. Fikirləşmək lazımdır. Yaxşı, tutaq ki, yarğı tutduq və sonrası. Məsələ onda deyil. Körpü maşının ağırlığına dözməz. Bəlkə sürətlə keçmək olar da. Sürəti yığmaq üçün yeri yoxdur. Belki yağışın kəsməsini gözləyək, hə? Çarə yoxdur, mümkündür. Ha! Hey! Hey! Halim! Ali, saxla, saxla! Allah! Afradi! Getdik, getdik! Salam. Yaman tez gəldiniz. Valihin işləridir. Yanına tələsirdi, həmişəki kimi. Harda islanmısan? Yağışa düşdüm. Sonra bura koymaq lazımdır. Belə. İndi yapışdırırıq. Bax. Belə. Ata, bax gör Valih mənə nə düzəldib. Bu saat baxaram oğlum. Ah, sabahınız xeyir. Sabahınız xeyir. Oo, aferin, Allah'adır. Hey Musa! Tut görüm. Hə, gəl davam eləyək. Bax belə. Bıraq, amma bərk basma. Dəstəyi malca keçirmək lazımdır. Bax belə, afərin. Nadir, gedin nahara. Gördün, alındı. Salam. Salam. Qəribə olsa da şəkil çıxıb. İlk dəfə üçün pis deyil. Gör necə gülməli görünürəm. Yox, elə deyil. Həyatda siz gözəlsiniz. Olmadı. Mən bunu sizə gətirmişəm. Sağ ol. Şadam ki, ilk foto işimi bəyəndiniz. Çox xoşdur. Mən sizə söz demək istəyirəm. Deyin də. Tofik, sən git yeməkxanadan yemək getir. Yaxşı? Bu dəqiqə. Gedək. Bəlkə də siz məni zəhlətökən sayacaqsınız. Mən hələ sizin kimi qıza rast gəlməmişəm. Bağışlayın, nahar fasiləm bitir. Dayanın, siz elə ilk baxışdan xoşuma gəldiniz. Mən daim sizi düşünürəm. Nahaq yerə, mənim barəmdə düşünməyin. Bu yaxınlarda doyum olacaq. Adaxlınıza qibdə eləyirəm. Qibdə eləmək lazım deyil. Tez gəl, yoxsa yemək soyuyur. Gəl.
Qolların əyər məni, gözlərin süzər məni. Mən dostluqda möhkəməm, tanısan əgər məni. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda. Sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda. Sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda. Mən aşıq xoş adalı, xoş üzlü xoş ədalı. Mərdi gitdə qaydadır, meydanda xoş adalı. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda. Sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda. Sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda. Necədir, bura xoşuna gəlir? Sonra oynayarıq. Hə? Hə. O birilər də oynayar. Bravo! Hə, bəhs eləyək? Eləyək. Hə, sən ged oyna, biz də baxaq. Getdik. Hə. Hoppa! Aferin uşaqlar. İcazənizlə sizə dəvət Hə, edirəm. çaşmısan, bu kişi rəqsidir. Nə olsun ki, mən dəvət edirəm. Əla, aferin sarı köynək. Əcəb qızdır. Gözəl qızdır. Pişirmək istəyirsən. Bura bax. O qız barəsində belə danışma. Ümumiyyətlə, başa düşdün? Aydındır, aydındır. Hə, aferin sizə. Eybi yoxdur. Gələn dəfə mən sizi yoracağam. İcazənizlə sizi dəvət ediyorum. Buyurun. Yox, o dincəlmək istəyir. Oynamaq istəyir axı. Bu sənin işin deyil. Niyə ki, görürəm o darıxır. Bura bax. İtil Vali, Sən qarışma. Çox təəssüf ki, sarı köynək. Sənin nişanlın belə kobud və tərbiyəsizdir. Vali lazım deyil. Bura bax Musa. Niyə malı şəhərə aparmamısan? Bu gecə pis yuxu görmüşəm. Nə yuxubazlıqdır. Özünü səfəkliyə vurma. Mən artıq adamlarla danışmışam. Sənsə bizi biabır edirsən. Qorxuram. Hər dəfə elə bilirəm ki, duyub düşəcəklər ki, nə yaparım. Qorxma. Heç indiyə kimi səni yoxlayan eləyən olub. Əvvəllər yoxlamırdılar. İndi zamanə dəyişib. İlişib eləsəm, ailəmi kim saxlayacaq, hə? İzləmə Musa. İndiyə kimi kimləri xilas eləməmişəm. Bizimkilərdən kimisə darda qoymuşam. Daha aparmaq istəmirəm. İstəyirəm adam kimi sakit yatam. Sən eşşəksən. Yaxşı, imkan verərəm sakit yatarsan. Sən hələ məni tanımırsan. Yoldaş direktor. Onun üstünə niyə qışqırırsınız? Nökərinizdir məyər? Çoxdan buradasan? Elə indi gəlmişəm. Belə şey olar. Ondan özür istəyir. Elə sən burada çatmırdın. Küçük.
Üzür istəməyənə qədər heç yerə getməyəcəksiniz. Sən üzr istəməlisən ay uşaq. Yadından çıxartma. Böyüklərə irad tutmaq yaxşı deyil. Tərbiyəsizlikdir. Sənsə Musa, südü vaxtında aparmadığına görə cavab verməli olacaqsan. Sen gerek karışmayaydın. Sağlıqla qalın. Xudahafiz. Xudahafiz. Yaxşı. Ben de gittim. Sabaha kimi. Gəlmək olar. Gəlin. Mənim sizə mühüm bir sözüm var. Nə söz? Zibeydə xanım, siz hesabdarsınız. Qanunun pozulmamasına nəzarət eləmək sizin işinizdir. Söz, nə olub ki? Təsadüfən öyrəndim ki, sizin safxozda uğurluq var. Nə danışırsınız? Ola bilməz. Bəs indi mən nə etməliyəm, hə? Bu ki dəhşətdir. Necə nə etməliyəm? Yoxlanış keçirin. Düzdür, lazımdır. Amma gərək. Yoxlanış komissiyası yığılsın. Bütün bildiklərini danışarsın. Sonra aydınlaşdırarıq. Nə vaxt? Günü sabahdan. Düz demədim, yox. 3 gündən sonra. Komissiyanı yığmaq qəlis məsələdir. Bunu sizdən savayı da bilən var. Məndən savayı? Yox, daha heç kim. Onda heç kimə demək yaxşı. Söz-söhbət yayılsa, onlar kələfin ucunu gizlədərlər. Oldu? Aydındır, uşaq deyiləm ki. Xudahafiz. Xudahafiz. Komissiya məsələsiyle onun başını piylədim. İndi bir müddət susacaq. Bir həftə vaxtımız var. Sonra bəs nə olsun? Əgər baxayız ciddi girişsə, bizi yaxalayacaqlar. Əmlakımız, hər şeyimiz müsadirə olunacaq. Mən qorxuram. Hardan peyda oldu bu? Araya çir salma. Sənədlər yerindədir. Amma hər ehtimala qarşı onları bir də nəzərdən keçir. Artıq şeyləri çıxar. Yaxşı. Mən sənədlərə görə narahat deyiləm. Sənədlər qaydasındadır. Mənim qorxudan oğlandı. O kimdir ki? Qoy kərəmləsin. Sübutu zadı yoxdur. Ay, məni sakitləşdirdiniz. Yaxşı, gedim işimi görüm. Deyirlər, dünən mədəniyyət evində o sürücü Valehlə sözləşmisən. Belə şey olur? Hə, ata. Yaxşı eləmsən ki, hansısa bir qızcığaza görə dalaşmamısan. O qızcığaz deyil, ata. O yaxşı qızdır. Belədir, lap yaxşı. Ümumiyyətlə bu Valeh çox özündən razıdır. Onunla ağılla davran. Necəsini fikirləşərik. Salam. Salam. Uzağa gedirsən Vali. Bakıya. Sənə sözüm var. Eşidirəm. Sən mənə görə Məcidovla sözləşdin.
Mən də belə çıxır ki, sustum. Amma sən çox şey bilmirsən. Gərək özünü karlığa varaydın. Nə ağır belə qımışırsan? O istənilən adamı udar, heç boğulmaz da. Musa əmi. Keçən dəfə mən dediyim vaxtdan əvvəl gəlmişdim. Bütün söhbətinizi də Qulaq eşitdim. as, bala. Eşitmisən? Eşitməmiş ol. Elə bilirsən bizim direktor təkdir. Onun dostları yüksək vəzifələrdə işləyirlər, əlin onlara çatmaz. Dostlarım buna nə dəxli? Qanun hamı üçün qanundur. Nə qanun? Sən çıxıb gedəcəksən, o isə mənim canımı alacaq. Çağır. Mədətov. İdarəyə gəl, direktor çağırır. Hər şey qaydasındadır. Salam. Gel. Eşidirəm. Otur. Yol getməliyəm. Vaxtım yoxdur. Hava yaman bürküdü. Elə bil təndirdəsən. Otur, çatarsın. Vali, o gün mən biraz əsəbləşdim. Düzdür, yaxşı olmadı. Mübahisə eləmirəm. Bilirsən, işimiz belədir. Təsərrüfatda qayda qanun olmalıdır axı. Təəssüf ki, hamı bunu başa düşmür. Sənin də əsəblərin dəmirdən deyil axı. Bir dəqiqə, Vali. Mən Aqrar Sənaye Nazirliyinə təcili bir məlumat göndərməliyəm. Yol üstü çatdırarsan? İndi taparım. Aləm qarışıb. Əla uçur. İndi mən. Növbə mənimdir, mənimdir. Mən də istəyirəm. Ha, başla. Yox, əlimdən çıxdı. Bir də atacağım. Yenə sən? Mən atıram. Valihin maşını. Onun nömrəsidir. Hə, qaçaq. At. Ey! At. Tapdım. Yox, o deyil. Anaxı bu. Axır ki tapdım. Budur. Sənə yaxşı yol. Suyu kaçmış hovuza benzeyir denizindir. Solgun yerlerde kalır saldığın her izindir. Toy günü yarı kaçmış gelinlere benzeyir. Ak halharlı bulutlar sen gelende çiçek
çiçekler açardı sen gelende, dağlarda gül açardı sen gelende, keder benden açardı. Sen gelende çiçekler açardı sen gelende, dağlarda gül açardı sen gelende, keder benden açardı. Nə təyin olunmuş gün, nə də sabaha gün Valeh Mədədo dindirilməyə gəlmədi. Hələ ki, bizimlə görüşməyə özünə rəva görmür. Təkrar çağırmısınız? Bəli, xəbər göndərmişəm. Amma o yol hadisəsindən sonra Mədədo daha işə çıxmır. Bu nə ilə bağlıdır? Məncə o məhkəmədən gizlənir. Bəs zərər çəkən nə deyir? Zərər çəkən bir saat bundan qabaq xəstəxanada keçinib. Nə qərara gəlmişsiniz? Göstəriş vermişəm. Mədədovu tapıb, nəzarət altında saxlasınlar. Salam. Mən Valeh Mədətovun nişanlısıyam. Əyləşin. Sağ olun. Həyəcanlanmayın. Onu niyə həbs eləmişsiniz? O cinayətkardır, quldurdu. Niyə onunla belə rəftar eləyirsiniz? Valeh Mədətov idarə etdiyi maşınla adam vurub. Bu aydın deyil. Deməli, qanuna əsasən o cinayətkardır. Bəlkə sizə görə onu bağışlayaq? İndi ona niyə niyəcəklər? Zərər çəkən öldüyünə görə ona Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən 3 ildən 8 ilə kimi iş düşür. O qəsdən eləməyib. Biz də bilirik ki, qəsdən eləməyib. Onu görə bilərəm. Mən onunla görüşməliyəm. İndiki mərhələdə bu mümkün deyil. Xudafiz. Dayanın. Yaxşı. Sizin xətrinizə mən qanunu pozuram. Mədətov, müstəndiqin yanına. Gedək. Gəlin. Niyə salam vermirsən? Salam. Salam. Yenə aydınlaşdırmaq istəyirsiniz ki, keyfliydim ya yox? Bu mənim işimdir, Valeh. Axı məni yoxlayıblar. Və işdə də bu barədə çıxarış var.
Bəzən elə olur ki, axıra kimi yoxlamırlar. Neysə, yaxşı. Qaşqabağını sallama. Bugün dindirmə olmayacaq, görüş olacaq. Nə görüş? Nişanlınız inatkardır. Yaxşı. Sizə mani olmayım. Danışın, amma uzun çəkməsin. Sağ olun. Vali, hara yoxa çıxmışdın? Səni milis axtarırdı. Heç bilmirdim niyə ineyim. Hardaydın? Dindirməyə gələndə yolda xəstəxanaya baş çəkdim. Qoca dedi ki, arvadı evdə tək qalıb, özü də xəstədir. Dam çökür, düzəldən də yoxdur. Sən də getdin onun damını düzəltməyə? Hə, dedim bir gün öhdəsindən gələrəm. Sən demə iş çox imiş. Sarı köynək, görünür məni tezliklə buraxmayacaqlar. Sən məni gözləmə. Əgər kimisə sevsən, həyatını körlama, gedərə. Dəli olmusan? Nə danışırsan? Sən yaxşı adamsan. Səni buraxacaqlar. Görərsən. Yox, mən adam öldürmüşəm. Mənə iş kəsəcəklər. Sən niyə əzab çəkməlisən? Vali, lazım gəlsə, mən səni 50 ildə, 100 ildə gözləyərəm. Yadında saxla. Sən azadsan. Mən heç vaxt, heç nədə səni qınamaram. Uşaqlar. Sarı köynək, sənin üçün nə desən eləyərəm. İstəyirsən, adı nədir onu? Valehi də buraxdırım, hə? Atam hər şey eləməyə qadirdir. Getmə, xahiş eləyirəm. Sən sadəcə olaraq Valehin sənin nişanlı olmasına alışmısan. Siz bir-birinizi sevmirsiniz. Mən isə səni sevirəm. Təkcə mənə hədi. Heç vaxt buna görə peşman olmazsan. Mənimlə xoşbəxt olarsan. Sizdən xahiş eləyirəm. Arxamca gəlməyin. Mənim üçün Valehdən savay adam yoxdur. Sarı köynək. Kimdir danışan? Tat görüb. İndi dəstəyə qoyacam. Mənim, Yusufovdur. Bağışlayın yoldaş Yusifov. Tanımadım sizi. Qulaq asın. İstəyirəm sizə və sizin valihə kömək eləyim. Çox sağ olun. Sağ ol demək hələ tezdir. Sizdən bir-iki şey soruşmaq istəyirəm. Valihin işində yaxşı bir xasiyyətlənmə yoxdur. Bu olduqca mühüm məsələdir. Başa düşürsünüz də? Mən sizə hər şeyi danışmağa hazıram. Uşaq evində böyüməmiz barəsində də. Onu orada hamı sevirdi. Hətta komsor da seçmişdilər. Hələ də onu orada unutmayıblar. Bir də mən... Dayanın sarı köynək. Dediklərinizi yazmaq lazımdır. Ümumiyyətlə... bütün başqa şeyləri də bəlkə... Yox, iş yerimə gəlməyin. Mən bu işə xüsusi maraq göstərmək istəmirəm. Rəisimiz Muradzadə biraz belə məni düz başa düşməyə bilər. Bugün görüşək. İndi də gələ bilərəm. Yox, bugün işim çoxdur.
Amma yaxşı. Özüm gələrəm. Yaxşı, gözləyəcəm. Siz yəqin təcrübəli vəkil tanıyırsınız. Bunu da həll eləyərik. Məsələ doğrudan da ciddidir. 20 dəqiqədən sonra mehmanxananın qabağında görüşərik. Mən sarı Jigul'də olacağım. Amma gecikməyin. Elə eləyin ki, çox gözləməyim. Yaxşı? Yaxşı, tez gələrəm. Sağ olun. Dediklərinizin hamısını qeydə almalıyam. Ümumiyyətlə, yazı pozu işləri başdan aşır. Həkimlər də belədir. Müalicədən daha çox yazırlar. Axı bu lazımlı şeydir. Bunun üçün maqnitofon var. Təəssüf ki, biz ondan çox az istifadə edirik. Yazmaq olar? Əlbəttə, ifadəni lentə yazırıq və salam. Bu sizin üçün çətin deyil ki. Düz deyirsiniz. Mənim bağda maqnitofonum var. Hə, yadıma düşdü, oradakı qonşum tanınmış vəkildir. Bəlkə o valiyin işini götürdü. Bağınız uzaqdadır. Yox, Gəlin gedək. əlbəttə getmək olar. Amma başa düşün ki, müstəntiqin müqəssir sayılanın nişanlısını bağa aparması biraz başqa cür yozula bilər. Bunu kim biləcək ki? Mən heç kimə, heç nə demərəm. Gedək. Gedək. Yaxşı, elədirsə, gedək. Niyə narahat olursunuz? Sağ olun. Buyurun. Bəlkə başlayaq? Nə bilim. Yaxın oturun. Sağ olun. Siz Vale ilə bir yerdə işləyirsiniz. Necə işçidir o? Çox yaxşı. Briqadada hamı onun xətrini istəyir. Daha bir sual. Amma biraz intim sualdır. Mən bir müstəntiq kimi
Hər şeyi bilməliyəm. Deyin görək, siz Vale ilə çox yaxınsınız? Bəli, çox. Yox, məni düz başa düşmədiniz. Siz çoxdan onunla intim münasibətdəsiz? Nə danışırsınız? Belə çıxır ki, sizin münasibətiniz sadəcə olaraq uşaq oyunudur. Sən mənim xoşuma gəlirsən. Sən çox gözəl qızsın. Sarı köynək. Başa düşürsən mən niyə görə belə riskə gedirəm? Sənin xətrinə. Sən mənim xoşuma gəlirsən. Sarı köynək. Sarı köynək. Nə danışırsınız? Bıraxın məni. Bıraxın məni. Vale sənin tayın deyil. Siz neyinirsiniz? O hələ uşaqdır. Bıraxın. Biz bir yerdə olacağıq. Neyinirsiniz? Sarı köynək. Dəli olmusunuz. Sarı köynək. Bıraxın məni. Mənim fikrim ciddidir. Kimdir orada? Nə lazımdır? Açın! Dayan, dayan. İndi payını alarsan. Sarı köynək, hardasan? Mənəm, Röşən! Müstəntiq Yusufovdur. Aydın. Bu dəqiqə gəldim. Olar? Gəlin. Eşidirəm sizi. Siz bu qızı görmüsünüz? Bəli. O sürücü vali Mədətovun nişanlısıdır. Mən onu çağırtdırmışdım. Bəs müqəssirin nişanlısını öz bağına niyə aparmışdın? Özü xahiş elədi. Mənim qonşum vəkildir, onunla danışmaq istəyirdi. Danışdı? Təəssüf ki, yox. Qonşum evdə olmadı. O gəlinə kimi isə mən valiyin xarakterini açıqlayan bəzi detalları dəqiqləşdirmək istədim. Sizə onu deyim ki, bu müstəntiqə yaraşmayan nalayıq hərəkətdir. Azadsız. Oldu. Valih Mədətovun işini mənə gətirin. Aydındır. Bu dəqiqə. Sizi kimsə səsləyib və siz elə güman eləmişsiniz ki, bu savxoz direktorunun oğludur. Bəli, Rövşən idi. Maraqlıdır, o ora hardan gəlib çıxıb, bəlkə siz izləyirmiş. Ola bilər. Qoy bu dəqiqə yanıma gəlsin. Bəli, buyurun. Minnətdaram. Bilirsiniz, bütün şəxsi işlər həmişə eyni görünürlər. Təlimata uyğundur. İlk baxışda hər şey qaydasındadır, yerli yerindədir. Amma təəssüf ki, insan yoxdur. İcazə verin bu məsələdə sizinlə razılaşmayın. İşgüzarlıq, davranış insanı səciyyələndirən başlıca keyfiyyətlərdir. Hə, görünür bu elə odur, gəlib. Buyurun. Salam, sabahınız xeyir. Hə, siz söhbətinizi eləyin. Çox çəkməyəcək. Hə, hə. Əyləşin. Rövşən, deyin görüm. Son dəfə sarı köynəyi nə vaxt görmüsünüz? Nə var? Bəli. Niyə soruşursunuz ki? Dünən axşam bir adamın bağında. Ona nəsə olub? Yox, yox. Siz qapını döymüsünüz. Bu nə ilə bağlı idi? Kimsə qışqırırdı, köməyə çağırırdı. Xeyr.
Mən gördüm ki, o adam necə onu, o isə onun əlindən qurtarmaq istəyirdi. Aydındır. Yusifov, yanıma gelin. Bu dəqiqə. Əcər Səlimoviç. Əyləşin. Mənim sizdən bir xahişim var. Nə barədə? Valeh Mədədovun işindən məni kənarlaşdırın. Mən bu işdə marağı olan tərəfəm. Gördüm ki, obyektiv ola bilməyəcəyəm. Qərəzli yanaşacağım. Mənim 36 yaşım var. Özüm də subayam. Qəflətən vuruldum, düzdür. Əvvəllər də sevmişəm. Amma bu əsl məhəbbətdir. Bəs Valeh necə olsun? Heç ağlıma gəlməzdi ki, ağzından süd iyi gələn bir uşaq mənim çox ciddi fikrimə mane ola bilər. İnanın mənə. Amma başa düşdüm ki, bu uşaq mənim üçün keçilməz bir səhvdir. Yaxşı olardı ki, bu barədə alçaq hərəkətlər eləməmişdən qabaq düşünəydiniz. Çox vaxt elədiyin hərəkəti nəticəsindən sonra dərk edirsən. Sizi cəzalandıracaqlar, Yusifov. Yaxşı bilirsiniz ki, haqlı cəzalandıracaqlar. Xoş gördük, Əjdər Səlimoviç. Salam. Uşaqlar, tanış olun, bu yoldaş Muradzadədir. Salam. Salam Əjdər Səlimoviç. Sarıköy'dən sizdən o qədər danışıb ki, sizi görən kim tanıdı? Salam. Salam. Xoş gördük. Çox şadam ki, bir dost kimi qarşılayırsınız. Sarıköynək deyib ki, kim Əjdər Səlimoviçi pis qarşılasa, briqadadan getməli olacaq. Gedə biraz dincələk. Sağ olun. Oturun. Uşaqlar. Sizcə bu necə baş verir? Əjdər Səlimoviç. Biz başa düşürük, yolda hər cür hadisə baş verir. Amma axı biz sürücü deyilik. Təvəzzükarlıq eləyir. O əla sürücüdür. Onun barəsində qəzetlərdə yazıblar, televizorda göstəriblər. Düz deyil. Qəzetdə də yazıblar, televizorda da göstəriblər. Amma insafən, Valehlə heç kimin müqayisə eləmək olmaz axı. Onun bu sahədə istedadı var. Elədir, Valeh maşını ilə sirkdə çıxış eləyə bilər. Düz divarda maşın sürər. Ona görə də onun maşını nəzarət itirməsinə inana bilmirəm. Elə. Amma bununla belə qəza olur və adam ölür. Bəlkə qoca özü maşının altına atılıb. Belə şeylər olur. Onda gərək o 1 metrdən peyda olaydı. Yoxsa Valeh maşını qaçırardı. Valeh özünü həlak eləyərdi, amma adam basmazdı. Mən işdə maşının texniki vəziyyəti haqqında sənəd görmədim. Formal baxımdan əlbəttə ki, olmalıydı. Amma burada hər şey aydındır. Əjdər Səlimoviç, siz bura təzə gəlmisiniz. Hər işin öz xüsusiyyəti var. Bilirsiniz, Mədətov özü növbətçi mexaniklə birgə maşının sazlığını yoxlayıb. Savxoz qarajının jurnalından çıxarış var. Buyurun, baxın. Yük maşını saz aldı reysə çıxıb.
Bir vəziyyətdə mən yoxlama keçirməyə məqsədə uyğun saymadım. Məqsədə uyğun? Bu məqsədə uyğunluq yox, səriştəsizlikdir. Mənim familim Muradzadə, Əjdər Səlimoviçdir. İndi sizin işin istindağı ilə mən məşğul olacağım. Deməli, indi də siz məni sərxoş olmaqda günahlandıracaqsınız. Amma mən yenə də deyimi deyirəm. Mən içməmişdim. Ümumiyyətlə, mən içən deyiləm. Ədalət məhkəməsindən də gizlənmirəm. Şübhə eləmirəm. Amma sizin işinizdə bir çox aydın olmayan məqamlar var. Budur onlardan biri. Deməli, ayıq, güclü, ağırlı adam. Bəs necə olur ki, iki maşınını idarə eləyə bilməyib? Hı? Yaxşı, bəlkə əliniz yaş olub. Ya da sükan əlinizdən sürüşüb çıxıb. Sözünüzü heç özüm də baş açmıram, bu necə oldu? Bir anlıq əlimi sükandan ayırdım. Hə, düzdür, ayırdım. Yalan danışmağın nə mənası? Biz hələ çox şeyi aydınlaşdırmalıyıq. Özü də təkcə sənə aid olmayan şeyləri. Siz mənə kömək eləyərsiniz? Mən sizə? Bəli. Məhz mənə. Al yaz. Xahiş edirəm. Mənə savxoz direktoru Məcidovla, onun oğlu Rövşənlə, sürücü Babaşovla münasibətlərinizi yazın. Sarıköynək bu barədə mənə bəzi şeyləri deyib. Amma bu çox azdır. Sənin Sarıköynəyin çox mehriban qızdır. Yaz. Vaxtım var. Bu hər ikimiz üçün çox vacibdir. Bu necə ola bilər? Axı həbsxanaya cinayətkarlar, pis adamlar salınır. Vali isə ondan cinayətkar olar. O xeyirxah adamdır, hamı onu sevir. Düz deyirsən, Tofiq. Vali əla oğlandı. Mən də təsəvvür eləmirəm, bu necə ola bilər. Heç bilmirəm ona necə kömək eləyim. Ağlama da, ağlama, ağlama. Abdullayev, Musa'nı tap koy yanıma gelsin, tez ele. O indi gelecek. Musa Babaşov, özü danışar, hadisə necə olub. Mənsə hələlik bir iki şey bilmək istərdim. Buyurun. Sizin Mədətovla münasibətiniz məncə soyuq olub. Bəs necə olur ki, yaxşı xasiyyətnamə vermişsiniz ona? Bilirsiniz, savxoz direktörü işləyən adamın işçilərlə konfliktləri də olur. Valih yaxşı oğlandı. Zəhmətkeşdi, vicdanlı adamdı. Amma biraz çılgındı. Bu da aydındı, cavanlıqdandı. Cavanlar elə gəlir ki, onlar hamıdan çox bilir, hamıdan uzağı görürlər. Heyf. Heyf ondan ki, belə bir işə düşüb. Gəlin. Olar. Gəl Kərimsa, gəl. Səni gözləyirik. Bizim o sürücü valihlə bir balaca çəkməmizi xatırlayırsan, o məsələni yoldaş müstəntiqə danış. Burada danışmalı nə var ki? Biz burada direktörümüzlə pis yola getmirik. O isə gəldi və o dəqiqədə ümumiyyətlə çox nahaq yerə... Nəyi nahaq yerə? Nahaq yerə hər şey saldı. Hər yerə burnunu soxurdu. Yaxşı,
Mən gedim. Mən fermaya getməliyəm. Çok güzel işçidir. Yaxşıdır ki sənə rast gəldim Musa. Bütün spirti aradan çıxart. Özü də təcili. Heç bir izzat qalmasın. İncimə. Mən ümumiyyətlə nağ yerə bu işə baş qoşmuşam. Yaxşı. Bu dəfə haqqını 3 qat alacaqsan. Yox. Qoy bunu bir başqası eləsin. Mən öz payımı daşımışam. Bura bax. Vicdanlı Musa. O müstəntiq bizi sakit bırakmayacaq. Ağıllı adamlar isə artıq əksi danışmırlar. Əgər ağzından bir söz qaçırsan, özündən küs. Belini qıraram. Ne olar? Ama Valih bunu başka cür yazıb. O oğlunuz yerindedir. Ləyaqətinizi alçaldanda sizə qəhmər çıxıb. Görünür siz kobudluğa hər növ təhqirə alışmısınız. O isə alışmayıb. Axı ona nə dəxli vardı? Onların tikintidə öz qayda qanunları var, bizim savxozda öz qayda qanunlarımız. Sizə ayıb olsun. Çox ayıb. Nağ bu işə qarışdı. Bəsdir. Daha sizinlə danışmaq istəmirəm. Qorxaq adamsız. Ata, su gətirmişəm. Sağ ol oğlan. Ata, Valehi nə vaxt buraxacaqlar? Bilmirəm. Valehlə maraqlıydı. Ata, bir şey soruşmaq istəyirəm. Soruşun. Şamil deyir ki, Valeh Bakıya yola düşəndə maşına baxan son adam o olub. O son adam deyil. Nə cərənləyirsən? Ondan sonra bir adam da maşınla əlləşirdi. Danış görüm nə görmüsən? Mənə dediklərini heç kimə demə ha. Başa düşdün? Getdik. Tutun məni. Cəzalandırın. Daha dözə bilmirəm. İstəmirəm. İstəmirəm məni qorxaq. Sayasız. Mən uşaqlarımın xəttinə daşmışam. Deməli belə çıxır ki, hər şeyi onların əleyhinə eləmişəm. Uşaqlarımın əleyhinə. Qoca axmaq. Mən hətta oğlum Tofiqin üzünə baxa bilmirəm. Bəziləri elə bilir ki, mən o əclaf Məcidovdan qorxuram. Amma mən ondan qorxmuram. Mən sizə hər şeyi düz demişəm. Mən onun əməllərindən çox şey bilirəm. Babaşov. Çox şadam gözünüz gəlmişsiniz yanıma. Bunu eləmək asan deyil.
Amma bu əsr kişilikdir. Valehin maşını orada dayanmışdı. Harda? Bax orada. Biz uşaqlarla burada oynayırdıq. Mən çərpələngi buraxdım. O düz təkərin altına düşdü. Əyildim götürməyə. Gördüm ki, Rövşən maşının altındadır. Uşaqlar çərpələngi götürüb qaçdılar. Mən də onların dalıyca. Bəlkə pulu zalı düşüb altına ya da başqa bir şeyi. O necə uzanmışdı? Necə uzanmışdı? Arxası üstə. Ha. Bunu kiməsə demisən? Atama, sizə, bir də sarı köynəyə və salam. Daha heç kimə, heç nə demə. Yaxşı? Çox sağ ol. Bunun Valihə köməyi olacaq. Hə. Arif, bir bura gel. Bak görürsən, zərbədən Sükanın hərəkət qolunun qaykası şprintle birlikdə düşüb. Bir şey aydın deyil. Bax, bolt yiblidir, görürsən? Zədələnməyib. Belə çıxır ki, qayqa qırılmayıb, onu açıblar. Elədir. Kimsə onu açıb. Şplinti çıxarıb. Elədir ki var. Qayqa düşəndən sonra isə sükan sıradan çıxıb. O detalı tapmaq lazımdır. Bax, o döngüyə kimi hər yeri axtaraq. Düzdür, qayqanı tapsaq əlimizdə dəlil olacaq. Nəyə görə oğlumu həbs eləmişsiniz? Axı nəyə əsasən? Onun Jigulisini, daha doğrusu mənim maşınımı axtarmışsınız. Vəkaletnamə vermişəm, ixtiyarım var. Burada qeyri-qanun nə var ki? Mən şikayət edəcəm. Bu özbaşınalıq sizə baha başa gələcək. Tanış olun. Bu nədir? Prokurorun həbsiniz barədə qərarıdır. Dərəbəyliydi. Elə prokurordan da şikayət edəcəm. Bu qayqıya görə Valih Mədətov az qalıb şəlaş olsun. Bunun bizə nə dəxli var? Onu bax, bu aşarla açıblar. Bu yoxlamanın qənaətidir və heç kim də buna şübhə eləyə bilməz. Bu göz qabağındadır. Mən ekspertizanın rəyinə inanıram, amma bunun bizə heç bir dəxli yoxdur. Günahkarı tapın. Bu haqda yazılıb ki, bu qayqı açarı sizin etibarnamənizlə Rövşən Məcidovun sürdüyü Jiguli maşınının yük yerindən tapılıb. Fikrinizi həyata keçirmək üçün siz, vətəndaş Məcidov, boş bir şeyə görə Mədətovu yanınıza çağırtırmısınız. Bu vaxt isə oğlunuz onun maşınından qayqanı açıb. Məqsəd isə aydındır. Keçiddə silkələnmədən qayqı açılıb düşəcək və Mədətov qəzaya uğrayacaq. Elədir? İndi hər şeyə görə cavab vermək lazımdır. Hər ikiniz qəsdən Valih Mədətovu öldürmək istəməkdə günahlandırılırsınız. Bununla yanaşı, vətəndaş İdris Məcidov rəhbərlik etdiyiniz savxozun əmlakını dağıtdığınıza görə siz cinayət məsuliyyətinə cəlb edilirsiniz. Əzizim, nəyim varsa verirəm, təki məni xilas elə. Əyləşin, Məcidov. Aparın kameraya.
Suyu kaçmış havuza benzeyir deniz indi. Solgun yerlerde kalır saldığın her zindi. Toy günü yarı kaçmış gelinlere benzeyir. Ak paltarlı bulutlar. Sen gelende çiçekler açılardı, sen gelende dağlarda gül açardı, sen gelende keder benden kaçardı. Sen gelende çiçekler Rollarda açılardı, sen gelende dağlarda gül açardı. Mehriban Xanlarova, Kamil Zöhrəbov, Həsən Məmmədov, Hamlet Xanızadə, Nedense indi bumbuz geceler başımız Ramiz Məlikov, Rafiq Əzimov, Amalya Pənahova və başqaları. Filmi dubləj etdilər. Ramiz Məlik, İlham Əskərov, Pərviz Bağırov, Şəfəq Əliyeva, Venera Abbasova, Eldəniz Rəsulov, Qədir Hüseyn İsmailov, Ruslan Nəsirov, Rəşid Səməndər. Film Azərbaycan Dövlət Teleradio Verişləri şirkətində dubləj olunub.